Salam gözəl insanlar, hər vaxtınız xeyirli olsun. İnşallah yaxşısınız. Bu videonu çəkməkdə kimsə yanlış anlaşılmasın, kimsə tənqid eləmək, kimsə işini tənqid eləmək fikrimiz yoxdur. Təbii ki, videomuzun məqsədi maariflənmək, eləcə də apellyasiya şikayəti vermək istəyənlər varsa, onlar üçün bir kömək, bir yardım əli uzatmaqdır. 26 aprel 9-cu siniflər bilirsiniz ki, 3-cü zona üzrə buraxılış imtahanı imtahan verdilər və ingiliscə fənnində belə bir sual düşmüşdü, məhsul növə aid ki, sualda birbaşa problem var, sual birbaşa kökündən səhvdir, yanlışdır. Ümid edirəm ki, burada hər kəsə, hamıya, həmin imtahanı iştirak edən hər kəsə əlavə plus 1 bal gələr. Okey, əlavə deyəndə sualı səhv yazanlardan gedir söhbət. Okey, deməli məsələ nədir? Məlumda bir cümlə verir. Təbii ki, Sally made monthly payments to the bank. Bunu biz məhsul növə çevirməliyik təbii ki. Təbii ki, məlum növdə işlənən, məlum növdə olan cümlənin mübtədası birbaşa məhsulun mübtədası ola bilməz. Və məlum növdə olan standart bir qaydadır. Məlum növdə olan mübtədanı sən məhsul növdə göstərmək istəyirsə, təbii ki, onun qarşısına bay verməlisən. Okey, bu ikisinin cavabı hazırdır. Bu da 2-3, okey, buna bir şey demirəm. Bunlar da cavabı 2-3 götürəcəklər. Heç bir problem yoxdur. Amma problem odur ki, bax burada üçüncü cümləmiz də səhvdir. Yəni, burada düzgün cavab sadəcə 2-dir. Bura qədər net. Tamam mı? Yəni, səhv testdir. Testdə problem var. 4 cümlədən yalnız biri düzdür. Çevrilmiş halından danışıram. İndi gərək əsas məsələ niyə səhvdir və yaxud niyə düzdür? Bura qədər kim qulaq asdı? Okey. Buradan sonrası ola bilər sıxıcı olsun, ola bilər biraz qavramaqda çətinlik çəkəcək. Çünki biraz dərindən izah eləməyə çalışacağam. İstəyən buraya yazıram. Martin Hewings Advanced English Grammar belə bir kitab var. Kitabın şəklini göstərə bilərəm. Hətta 4-cü buraxılışda var. Linki də var. Bunu Telegram qrupada yerləşdirəcəm. Yəni oradan girib baxa bilərsiniz. Google-da araşdırma da elə bilərsiniz. Martin Hewings Advanced English Grammar PDF yazın. Yəni download edib istifadə edə bilərsiniz. Eləcə də Michael Swon'un Practical English belə bir kitab, Practical, nə bilim, belə bir şeydir. Practical English Usage. Belə bir adı var. Adı tam yadımda deyil. Hər halda Michael Swon elə Grammar PDF yazsanız, yəni Google-da axtarış versəniz gələcək. Məsələ nədir? Mən çox belə bu xırda şeylərdən danışıb vaxtınızı almaq istəmirəm. Deməli, niyə burada üçüncü səhvdir? Normalda biz məhsul növü anlamağa çalışmalıyıq. Məhsul növü nədir? Məlum məhsula çevirdik, tamam, əcəb eləc. Məlum məhsula çevirəndə məlumun tamamlığı gedir məhsulda mübtəda olur. Elə feillər var ki, məsələn, give-i bura qatıram. Award, hand, land, offer, send, throw, ask, read, teach, eləcə də məsələn, show, tamam mı? Gəl biz give-dən yapışaq. Bu verbdir, bu indirect objectdir, bu direct objectdir və s. və ilə axır. İndi bir dənə bax. Bax, bu saydığımız feillərdə, tamam mı? 2 dənə tamamlıq var. Alice mübtədadır, gave xəbərdir, us bizə verdi nəyi? That was 2 dənə tamamlıq. Bizə, bir də o vazanı. Bizə indirect objectdir. Tamam, bizim yönlü hal şəkilsinə uyğun gəlir bizə. That was ya da ways, nə deyirsiniz deyin. Bu da direct objectdir. Nəyi? Bizim təsirli halımıza uyğun gəlir. Hər iki tamamlığı da, diqqətli olun. Hər iki tamamlığı da mübtədaya çevirib, mübtəda kimi işlədib, incisindən gedir söhbət. Mən cümləni məhsul növə çevirə bilərəm. Burada bir problem yoxdur. We were given that was. That was given us. That was given to us. Möhtəzə burada ona görə verir ki, burada to-nu verə də bilərsən, verməyə də bilərsən. Buna bir şey demirəm. Hər halda burada önəmli olan nədir? Hər iki tamamlığı us, we, that was da oldu nə? Elə that was. Mübtəda elədi, məhsula çevirdi. 2 dənə alındı. Bunlar da o şəkildə düşünüblər. Yəqin ki, mən belə başa düşürəm. Made monthly payments 1. Hara, kimə? To the bank. Tamam, əcəb eləmişsiniz. İkisini də gətirib mübtəda kimi işlədiblər. Okey. Amma yanlış bir şey var. Söhbət bu feillərdən gedir.
Və yaxud bu siyahını bəlkə biraz uzatmaq olar, amma bu o demək deyil ki, biz hər istədiyimiz feildə hər iki tamamlığın ikisini də mübtada elib məchula çevirə bilərik. Mümkün deyil. Hələ bu tipli, yəni make a payment, bu bir collocation'dır. Gözəl insanlar. Deyək ki, bir ifadədir. Bu give, teach, show tipli feillərdən deyil ki, sən burada hər iki tamamlıq mübtada elib məchula çevirə bilərsən. Bu birinci. Səhv, mistake. İkinciyə gələk. Bəzi feillər var. Announce, demonstrate, describe və s. və ilaxır. Explain. Diqqətli olun. Bunların məlum növündə söz sırası həmişə belə olur. Feilin özü gəlir, sonra nəyi, yəni direct object bizim təsirli deyək, nəyi. Sonra kimə gəlir? Bizim yönlük, yəni indirect object. Və burada fikir versə to preposition var ki, bunu mən başqa digər bir şeylə əlaqələndirəcəm, aşağıda, indi göstərəcəm. To preposition var. Yenə adamın ağlına elə gəlir ki, aha, burada da iki tamamlıq var. Hər iki tamamlığın ikisində mən mübtəda eləyib məchula çevirə bilərəm, yanlışdır. Niyəsini birazdan deyəcəm. Direct objectdə olan the problem. Mən bu tamamlığı mübtəda eləyib məchula çevirərəm. Indirect objectdə olan, yəni to me, I. Me, I deməkdir. Bunu mübtada elib I was explaining the problem desən, bu avtomatik yanlışdır. Tamam mı? Niyəsini aşağıda əlaqələndirib göstərəcəm. Ümid edirəm faydası toxunar. Digər bir məsələyə də gəlmək istəyirəm. Burada səhv eləmirəmsə verməmişəm. Bu kitabdan alıntı deyək, beləsinə düşür. Baxın, bəzi prepositional feillər var. Bir daha deyirəm. Phrasal verb yox ha. Prepositional feil. Məsələn, listen to. Ya da pay for. Ya da look after. Sən bunları məlumda verirsənsə və məchula çevirmək istəyirsənsə, görək necə çevirəcək. Məsələn, listen to, bir dənə bundan başla, digərlərini deməsək də o, vaxt getməsin. Tutalım. Ali listened to the music. Deyək ki, bir musiqi var, biz xəbərimiz var bu musiqidən və Əli bu musiqiyə qulaq asdı. Ya da heç bunu verməyə biraz mənasız cümlə olur. Ali listened kimə? To her. Ona qulaq asdı. Tamam, bu cümlənin məchulu, bəli, siz də düz buyurursunuz. She was listened to. Okay. İndi bu prepositional fiildir. Listen to, pay for, look after, prepositionaldır. Yəni, bu preposition bunların yanında gəlir, sağında gəlir. Tamam mı? Bax burada. Ondan sonra bizim tamamlığımız gəlir. Burada bir tamamlıq var. Həmin tamamlığı mən mübtəda etdim və sonra məchula çevirdim. Çevirdim də, amma mən bu to'nu, yəni listen feilinin to'sunu yenə də yeyə bilmərəm. Bura gətirməsin. Əgər kimsə buradakı səhvin o olduğunu düşünürsə ki, burada əlaqələndirik də, tamam. Mən bayaqçı prepositional feillərlə bağlı olan bu mövzuda bəli, razıyam, to verilsin. Amma iş orasında ki, bu make a payment prepositional verb deyil. Çünki to preposition make a payment'in yanında gəlmir. Gəlmədiyi üçün sən bura ha illah billah elə to preposition'ını ver, yenə də səhvdir. Yenə də üçüncü cümlə səhvdir. Bəs müəllim, əsas məsələyə gəlim. Sual niyə səhvdir? Yəni, bu üçüncü cümlə niyə səhvdir? Bax, onun açarı özür istəyirəm, Buit Zdarov deməliydi, çünki az qırdım. Təbii ki, siz eşitmədiniz bunu. Onun açarı, bax, bu, eləcə də bu əlaqələndirməyimdir. Gəl, baxaq. Məsələn, burada deyir ki, they, biraz pis görsənir, olsun. They threw stones at him. Onlar ona, deyək ki, Əliyə daş atdı. Burada mübtəda
xəbər, tamamlıq kimə? Yönlü halda olan, biz yönlü deyirik, onlar indirect object deyirlər. Bir tamamlıq var. O müəllim burada da söz yönü var, lap yaxşı. Feilimiz də atmaq. Sizcə bu prepositional feilli yoxsa yox? Cavab, bu prepositional fail değil. Çünkü prepositional olması üçün listen to yanında olacaq preposition failin. Ya da pay for ya da look after dedik. Yanında olacaq. Ama burada 2 kilometre arada məsafə var. Yəni sen burada at ver, sen burada to ver, sen burada with ver, sen burada from ver, kontekste uyğun. In ver, on ver, hər hansı bir preposition verə bilərsən. Cəlillə atdı, Cəlildən atdı, Cəlilgildə atdı, nə bilim, dağdan atdı, məsələn deyirəm. Filan şey haqqında məktub atdı, fərqi yoxdur. Orada kontekstdə, mənaya uyğun gələn fərqli preposition verə bilərsən. Amma o deməkdir ki, deyil ki, o preposition aiddir buradakı feilə. Aid deyil. Ona görə bu feillər prepositional adlanmır. Və prepositional adlanmayan, bax bu feillərdə siz prepositiondan sonra gələn tamamlığı mübtada eləyib məf'ula çevirə bilməyəcəksiniz. Yəni kimi, yəni ası, yəni kimi, tamam mı? Mübtada eləyib məf'ula çevirə bilməyəcəm. Bəs nəyi mübtada eləyib məf'ula çevirə bilərəm? Tamamlıq, üzr istəyirəm, xəbərim, feilimdən sonra gələn direct object, yəni təsirli halda olan tamamlığımı mübtada eləyib, bax bunu məf'ula çevirə biləcəm. Yəni stones were thrown at him. A bicycle was stolen from him. Water was poured on us. Amma sən deyə bilmərsən we were, nə bilim, poured water. Sən deyə bilmərsən ki he was stolen a bicycle. Nə bilim, burada nədir? He was thrown stones. Paul stones, John stones. Verə bilməyəcəksəm, avtomatik səhv olacaq. Anlata bildim dərdimizi. Prepositional feillərdə to, nə bilim, at, for, nə versən ver, yanında ver feilin. Tamam, zaten sən tamamlıq o feil söz önüne sonra gələcək, çevirəcəksən. Amma prepositional olmayan, ki burada məsələn prepositional da deyil heç, made, monthly payments, to the bank, tamam mı? Made'dən bu to'nun arasında fikir verin. 2 dənə sən söz verimsən ki biz ismə odaklanırıq burada. Bu ilə sözün arasında artıq bir dənə isim varsa, qardaş, bu prepositional deyil. Prepositional olmadığı üçün sən bu tamamlığı gətirib cümlənin mübtədası eləyib məf'ula çevirə bilməyəcəksən. Bu qədər net. Uzun sözün qısası bu sual səhvdir. Burada sadəcə və sadəcə ikinci cümlə düzdür. Bunu hər halda istəyirsiniz linkini atarsınız, YouTube'da paylaşacağım. Necə istəyirsiniz anladıqsa gözəl şəkildə izah da eləyə bilərsiniz. Apellyasiyaya verin. Yəni bu sualda minus alanlardan gedir söhbət. Verin, qardaş, 3.3 balınızı alın. Bu sizin haqqınızdır. Digər bir məsələni xırda şəkildə deyim. Yəni bu da insanın halıdır, normal bir şeydir, olar. Heç bir problem yoxdur. Sadəcə 3 baldır da. Tamam mı? Topluda da gözəl mövzular, gözəl testlərimiz var. Söhbət Dövlət İmtahan Mərkəzi toplusuna gedir. Amma kitabları tez bazar ərsə gəlsin deyə, satılsın deyə yazırlar. Amma redaktör işimiz çox zəifdir. O testləri başdan axıra kimi bütün mövzuları redaktör eləsələr çox gözəl şəkildə. Mətnlərdə çox, yəni necə deyim, qrammatik, leksik səhvlər var, qrammatik testlərin içində səhvlər var. Yəni en qədər səhvlər var, dəhşət çox sayda səhvlər var. İnşallah Dövlət İmtahan Mərkəzi bunları nəzərə alar. Yəni yanlış anlamazlar. Həm müəllimlərin istifadəsi üçün, həm də uşaqların istifadəsi üçün yararlı, faydalı olar. Uzun sözün qısası. Yoldaşlar, hər birinizə uğurlar. Ümid edirəm başınızı ağrıtmadıq. Bax, belə bir sual, belə bir yanlışlıq var idi. Düzəltməyə çalışdıq. Hər birinizə uğurlar. Sağ olun, var olun. Görüşərik.